bekliyordum. Deməli biz qaxa gedəcəyik. Hal-hazırda 1 saatımız var da. Dedik ki, gərək girək burada marketdə özümüzə alış-veriş edək. Hazırda qatarımızın çıxmaq saatını gözləyirik. 1 saat 10 dəqiqəmiz var deyəsən. 1 saat 10 dəqiqə. Burada gözləyəcəyik. Oldu Əsmət 7 saat. 7 saatdan sonra yatmamışam. Kənd taksisinə də minmədik, demərik dayı. Özümüze yeni tutuyoruz. Kıymetli öyle. Tursuz gittik. Basmasın. Bunları koyabilirim. Biz indi hazırlaşırıq ki, çıxaq. Su hamamları var, oraya gedəcəyik. Oradan da çıxıb Gümrük kilsəsi var, oraya gedəcəyik. Salam. Hello. Hazır mısınız? Hazıram. Bəli. İlisu hamamlarına gedəcəyik. Belə, hava hələ ki qaxda yaxşıdır. Dağların çoxsunda heç qar yoxdur demək olar, hə? Baxmayaraq ki, yəni mart ayıdır. Amma hava yaxşıdır. Hara gedirsən? Orada? Dedi ki, ürəyi qorxan orada. Sərbi qalxan ürəyi. Biz artıq mindik yolsuzluq maşınlarına. Burada hörümçək torumuz da var. Etmək istəyirəm. Belə oturmuşuq. Yes, minmişik. Ayaq da yaxşıdır yoxsa? Bu botda insan. Buradasın. Bəli. Sən 2 dəfə minmisən bu yolsuzluq maşınına? 80-ci falan olmalı herhalde. Oradan o qədər 2 çox. saatlıq yol getmişəm mən. Var. Görsən, sən də qorxursan. Qorxarsan heç nə yoxdur. Hə, sərhəd. Əsmət. Yenə ikinci yoxlama. Və ikinci post. Ver mənim eşqimi. O sənə heç gərək deyil. Gəl qaytar. Hava belə çox qəribədir. Həm çox istidir, həm dağlarda yəni qar var. Çox qəribədir. Amma belə biz gedirik. Təhlükəli nəzərdə tutduğum cür qayalıqlarla gedirik. Belə dağlara. Əsmət, qəşəng bu düşürsən buradan. Sən də qəşəng düşürsən. Axır ki gəldik, çatdıq İlisu hamamlarına, İlisu hamamına. Necə diyor? Maşınlarıyla, bol həyəcanlı, Bol həyəcanlı bu ekstremlər. Hello. Gəldik. Hava yaxşıdır. Mən düşündüm ki, soyuq olar, yağış olar. İnşallah. Hanı?
...50 dəqiqəlik maşınla olan bundan sonra indi isə piyada hiking hissəsinə başlamışıq. Necəsiz, yaxşısınız? Çox asan yol var. Yol əslində asandır, çətin deyil. Yəni mənə məsələn asan gəldi. Bir dənə qar hissəsi çətinlik törətdi, amma belə yaxşıdır hər şey. Maraqlı yollardan keçirik, çox belə əyləncəli. Burada qar da fərqlidir. Burada fikir versən qar da fərqlidir. Belə fasilə vermişik. İndi təzədən yenə davam edəcəyik qalxmağa. Çox maraqlı hisslər keçirdirəm. Həqiqətən həm havası çox gözəldir, həm hava çox təmizdir. Axıtı gəlir. Həmin o isti su hamamlarına axıtı gəlib çatdı. Yolun çətinliyi məncə elə də çətin deyildi. Hə? Belə orta. Beğenirəm. Qazaxdan salamlar. Ay Qazaxdan. Hikingi tamamladıq, bitirdik. İndi də çayımızı götürdük. Bu mənzərədə çayımızı içəcəyik. Samavar çaydır özdə. Sənə deyirəm ki, get çay götür. Şinyatın var çayını içməyə? Bəli. Yola belə dostlarla çıxın. Həmişə şinyatı olan. Kırıkın maması. Biz artıq yenidən kənd evindəyik. Bura gəldik. Birazdan gedirik axşam yeməyə. Həqiqətən çox yorulmuşuq da, yəni hədsiz yorulmuşuq hər ikimiz də. Yeriyə bilmirik qətiyə. Ona görə hamımız çıxmışıq evdən. Yox. Hər zamanki kimi rəfiqəm gecikir. Hava çox gözəldir. Qaxda. Gedək görək nə hazırlayıblar bizim üçün. Hamısını çünki özləri organik formada bişirir. Keçin. Yeməyimizi yedik, çayımızı içirik. Çünki mənim stəkanım yoxdur. İndi isə oyun oynayacağıq birazdan. Onu bekliyorum. Kənd evində ikinci günümüz. İndi gedirik səhər yeməyi yeməyə. Çox soyuqdur burada. Peçin yanında belə isinirəm. İndi gedirik səhər yeməyimizi yeyək, sonra da Sarıbaş kəndinə səyahətimiz var. Hava o qədər gözəldir, Yəni həm soyuqdur, həm də soyuq deyil. Çox belə maraqlıdır. Sabah xeyir. Çox gözəldir. Xala dedi yağış yağır. Mən də bu boyda qalın geyindim, amma yağışsa heç nə yoxdur. Çox gözəldir hava. Kənd evinin maks təhlükəsizliyi. Oturduq, çayımızı süzdük. İndi kuxnada yeməyimiz pişir. Onu yeyib gedirik Sarıbaş kəndinə. Əvvəl orada eşitdiyimə görə 3000-dən çox ailə yaşayırdı, amma hal-hazırda 2-3 ailə yaşayır. Düzdür, yayda bunların sayı biraz artır, amma daimi orada məskunlaşan 2-3 ailədir. Pis hissdir əslində. Çox pis bir şeydir. Bizdə bir dəqiq var. Maşallah, maşallah. Yavaş. Gözə gələn demə. Gözə gələn. Gözə gələn şey. İndi gedirik Sarıbaşa. Avtobusumuz gəldi. Daha doğrusu Sarıbaşdan öncə gedəcəyik. Buranın İçəri şəhər adlanan bir yeri var. Oranı gəzib, oradan da Sarıbaş kəndinə yola düşəcəyik. Bugün hava dəhşət dərəcədə yağışlıdır. Qalxın İçəri şəhəri. Lahıc vibe da var. Düz Lahıcda olmamışam. Şəkillərdən gördüyüm qədərilə Lahıc vibe da var. Ayda hamımız yerləşmirik deyəsən. Ya tut.
Baxın. Sonra ora gəl hamı. Yəni zəhmət olmasa vaxt qoy, mən özüm olacağam. İşte qızlar gedirlər, gəlmirlər. Ən gecə yarım saatdan sonra, 40 dəqiqə sonra orada hamı görürsün. Yəni Bu evlərin hamısı tərk edilibdir, hamısı. Çox heyif. Hanı? Çox üzücüdür amma bu evlərin hamısı. Məncə də 1-ci Qarabağ müharibəsidir. Düzdür. Düzdür. Bizi çalış, harda, adam, insan çoktur. Orada yaşar. Yaşayaq orada. Ben orada yaşarım. Ama burada 4 nefer. Yani siz gelip biraz gönlümüz açılıydı, tanışıyorsunuz. Ama burada 4 aile, 5 aile. Para gidiyor. nə yaxşı dükan var. O gitti, öldü. Yarıncık kaldı. Yuxarıda evlər var, təzə tikilən. Var orada bir tane ev var. Amma Sən nə məsləhət vermək istəyirsiniz? Nə məsləhət verərsiniz gənclərə? gönlüre hoşbaxt olur. Müslüm. Açıq, xoşbəxt necə olaq dayı? Hayat yolu. Dostluk sefa değil, sefadır sefa. Dostluğun manası sefadır. Kızıl deme parıldayan kardeşe. Milyon tanıştığınlar dosta yoldaşa. Menzilinde devlet de sefadır. Dostun yoksa, yoksullardan yoksulsan. Bravo, niye? Yaşaya dayı. Qəşəng. Allah meyvan et. Məktəb 9 il bundan qabaq bağlanıb. Ben şu yoktu, teleskoptu yoktu. 9 il bundan əvvəl bağlanıb məktəb. Ondan sonra bir şagirdi var. Bəs burada uşaqlar qalır? Uşaq var burada ümumiyyətlə yaşayan uşaqlar. Hamısı yaşlılardır. Pensiyacıyla bir kişi tatlı. Amma bu qədər gözəl bir yeri, nə bilim, mən Yolun derdinden var, yol. yayda ən azından qalmağa çox yaxşıdır məncə buralar. Çox qəşəngdir. Çok olmuş. Gelen giden turist çok olur. Da bu məktəb deməli 9. Siz özünüz də bu məktəbi qurtarmısınız, hə? 9 ildir bağlıdır bu məktəb. Sıra bu. Burada 360 uşaq oxuyurdu. 360 uşaq. 2 mərtəbə, ikisindən dərs gedirdi. Yəni o qədər çox yaşayış olub burada. 1100 nəfər 72-ci ilin statistikada 1100 nəfər var burada. Lemolo bizdə bir içində Liboya adamı. Məktəbin mənzərəsi, ay Allah. İndi gəlirəm, qararmışların yuvası. Kardinallar nə gələr düşüb bu yerlər. İndiki məktəblərdə heç bu avadanlıqlar yoxdur. Nə qədər apartlar oldu məktəblərə. Başan rayonun məktəblərinə daşıyıb Ayda. apartlar. Bunlar hamısı tarixdir, hamısı. Hər şey var idi burada. Burada kimyada biz təcrübələr aparırıq, belə nə təhsilsən. Necə gözəl hər bir şey var. Hər şey olur. Heç Ayda 1977-ci il. Özləri bitkini yığıb, qurudub, üstünə şey verdilər. Heyif, indi bu cür məktəb. 5 nəfər qurtardı. 4 yaş yuxarı. 25 nəfərin 24 instituta qəbul olundu. 25 nəfər 24 universitet daxil oldu. Bir nəfər də Ağdamın Meşə Təsərrüfat Texnikum vardı. Amma indi bu məktəbdə oxuyan yoxdur. Təsəvvür et kitabı bura kitabxanada gəlib buradan götürürsən. Burada stul var, oturursan və bu mənzərədə kitab oxuyursan. Qaxın gözəlliyinə elə heyran oldum ki, videoları heç sona qədər çəkib qutara da bilmədim. Demək olar orada olduğum hər anın, hər saniyənin dadını çıxartdım. Yəni olmayıbdı. Məktəbə bax, məktəbə bax. Yaşıllıqların arasında məktəb. Məktəbdə oxuyursan. Çıxırsan havaya da. Təsəvvürü belə çox məni xoşbəxt elədi. Kaş bu yerlər həmişə belə qəşəng qalsa. Atı falan ola. At vardı orada, at da, hər şey var. Ağsaqqal sağ ol. Hamı faydalanır məndən başqa. Sağ olun. Hələlik. Bu günümüz çox belə dolu-dolu bir 2 gün keçirdi. Həqiqətən də necə gəldi? Dolu-dolu keçirdi. Evdə bu 2 gün daha tez keçirdi. Çox tez keçir, amma belə dolu-dolu 2 gün keçirdi. Restoranda yağlıda getdik. Qax vlogumuz belədir. Yeni gedirik dəmir yol vağzalına. Oradan binəcəyik qatarımıza. 104-də. Evə.
2-3-ə qədər gedirik.